Salam, Real intervyu efirdədir. Avropanın siyasi paytaxtı hesab edilən Belçika Krallığının paytaxtı Brüsseldə martın 6-sında və 7-sində 2025-ci il İslam dünyası Avropada və Belçika Krallığında adı altında böyük bir konferans keçirildi. Bu dinlər arası konferans, mədəniyyətlər arası münasibətlər, Avropada hökm sürən kataklizmlər, siyasi gərginliklər fonunda zəruri tədbir kimi qiymətləndirildi. Və Azərbaycan nümayəndə heyətinə, yəni bu konferansda iştirak edən Azərbaycan nümayəndə heyətinə bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə rəhbərliyi edirdi. Və hazırda biz bütün Qafqazın şeyxinə məhz bu konferansın əhəmiyyəti ilə bağlı suallar ünvanlayacağıq. Şeyx Həzrətləri, hər vaxtınız xeyir olsun. Şeyx Həzrətləri, ümumiyyətlə Avropada qeyd etdiyimiz kimi böyük bir gərginlik var. İslam dininə və digər monoteist dinlərə qarşı bir dözümsüzlüyün şahidi oluruq. Quran yandırılır. Bir neçə dəfə müxtəlif ölkələrdə, Avropanın müxtəlif köşələrində biz bunun şahidi oluruq. Və belə olduğu halda Belçikada İslam dünyası elan olunur, İslam dünyası ili elan olunur daha doğrusu və konferans keçirilir. Ümumiyyətlə, ilk növbədə din xadimi olaraq bu konferansın əhəmiyyətini sözü gedən proseslərin fonunda necə qiymətləndirirsiniz? Bismillahirrahmanirrahim. Bu Avropanın demək olar ki, siyasi mərkəzi Belçikada belə bir toplantının olması, multikulturalizm, Azərbaycan multikulturalizm mərkəzi və Qafqaz müsəlmanları və buranın dini lideri ilə bərabər, dini rəhbəri ilə bərabər İSEÇKO'nun rəhbərliyi ilə keçirdiyimiz bu konferans deyə bilərəm ki, axır vaxtlarda ən gözəl bir, mühüm bir məsələdir və mühüm bir hadisədir. Bu, Avropa dövlətlərinin axır vaxtlarda dəyişən siyasət, dünyada baş verən hadisələrə fonunda Avropa dövlətlərin İslam dininə verdiyi qiymətdir. Belçika kralının, Filip cənablarının Belçikanı, yəni Avropa dövlətlərini İslam mərkəzi kimi, İslam həmrəyliyi ilə elan etməsi bu mühüm məsələdir. O deməkdir ki, bu günləri Avropa dövlətləri İslam'a olan münasibət dəyişir. Müəyyən qədər dini olan münasibət dəyişir. Çünki bu hadisələr fonunda siz bilirsiniz ki, burada Quran yandırıldı, bəzi həqarətlər olundu, bəzi məscidlərdə hətta insan ölümü ilə baş verən hadisələr oldu. Bu da müəyyən qədər Hristiyan müsəlman qarşı durmasına gətirib çıxarırdı və bunu hiss edən Avropa dövlətləri bu günləri deyə bilərəm ki, bu böyük bir addımdır. Bu addım atıldı. Ən mühümü ondan ibarətdir ki, mən çox sevinirəm bugün Azərbaycan üçün, Azərbaycan dövləti üçün. Bundan bir 15 gün əvvəl Bəhreyndə keçirdiyimiz konferans, İslam daxili məzhəblər arası münasibətləri fonunda Azərbaycanın tolerant və birgə yaşayış və məzhəblər arasında olan münasibətləri özlərinə əsas götürüb, onu bütün dünyada yaymaq məsələsini qoyuldu və ondan istifadə etmək istədilər və xüsusi qruplar yaranır ki, Azərbaycana gələcək və öyrənəcəklər. Və bugün də Avropa mərkəzində, Avropa parlamentlərin yığışan mərkəzində isə Hristiyan-Müsəlman dialoqu deyə bilərəm ki, və İslam ilinin elan olunması və onun da yenə də Azərbaycanı buna dəvət edib və Azərbaycan modelinin burada istifadə olunması bu Azərbaycanda din-dövlət münasibətləri, Azərbaycanda olan münasibətlər və dinlər arasında dialoq və dövlətlərin, bizim dövlətimizin, dövlət rəhbərimizin
yarattığı din üçün və dindarlar üçün yarattığı şərait və münasibət bütün Avropa dövlətləri üçün bu örnəkdir. Mən öz çıxışımda istərsə orada, istərsə burada bunlardan istifadə elədim və bunu deyəndə bunlar əlbəttə çox təəccüblənirdilər ki, bizdə multikultural həyat, Hristiyan, Müsəlman, Yəhudi dinindən olan insanlar bir-biri ilə bərabər şəkildə yaşayırlar. Və mən burada bütün dini konfessiya rəhbərləri ilə bərabər gəlmişik bura. Burada iştirak edirik, çıxış edir. Bunun özü bunlar üçün deyə bilərəm ki, mühüm bir hadisədir. Ola bilər ki, biz Azərbaycanlılar üçün bu adi bir həyat tərzidir. Yəni elə biz öyrəşmişik ki, Azərbaycanda baxanda elə baxırlar ki, belə də olmalıdır. Amma bütün dünya buna təəccüblənir. Hətta mən müsəlmanların içərisində deyəndə ki, bizdə azam bir vaxtı, Şiə sünni bir məsciddə namaz qılır, ibadət eləyir və bayramlarımız birdir, hamısı təəccüblənir. Və burada biz deyəndə ki, hər hansı bir müsəlman ya Hristiyan məscidə gələ bilər, müsəlman pravoslav kilsəsinə gedə bilər, ya başqa məbədlərə gedə bilər və onlar birlikdə oturub danışa bilərlər, istərsə bütün məsciddə, məbədlərdə və söhbət ilə dərdləşə bilərlər. Və bu günləri Azərbaycanda heç vaxt dini münaqişə yaranmamışdır və dini münaqişə olmayıbdır. Və əlbəttə ki, bunun üçün mən yenə də istərdim istifadə edərək bugündən o Ulu Öndər Heydər Əliyev yadıma düşür. Allah onu rəhmət eyləsin. Allah Teala əlbəttə bizə böyük bir nemətdir ki, bunu yaradan, bunun bir növrəsini qoyan Ulu Öndər Heydər Əliyev cənabları olub. O həmişə tolerantlıq gününü yaradan və həmin gündə bizləri dəvət edib, bizlərlə və bizlə oturub bütün dinlərdən olan adamları tez-tez görüşmək və bizə yol göstərmək və bugün də davam edir. Bizim dövlət rəhbərimiz İlham Əliyev cənabları bu günləri həmin qoyduğu bir növrəni davam edir. Bu da öz bəhrəsini verir. Siz son çıxışlarınızda elə konferansda da Ermənistanın nifrət çağırışları və eyni zamanda Ermənistanda hökm sürən monoetnik siyasət, xüsusilə İrəvanda, məsələn, Təpəbaşı məscidində baş verən hadisələr, Azərbaycan irsinin İrəvanda, Qərbi Azərbaycana dağıdılmasına diqqət çəkdiniz. Ümumiyyətlə, necə bilirsiniz? Yəni, bu nifrət çağırışları bugün Avropada necə görünür və siz bunları Avropa parlamentarilərinin diqqətinə bir daha çatdırmaqla yaxın gələcəkdə hansı nəticələrin əldə olunmasını gözləyirsiniz və ümumiyyətlə bu nifrət çağırışları nə üçün səngimir? Yəni erməni kilsəsi hələ də bütün baş verənlərdən sonra işğalçılıq siyasətinin daşıyıcısı olaraq və qatı tərəfdarı olaraq çıxış edir. Bu əlbəttə ki, bu biz din xadimlərin əsas məsələsi, əsas meyarı, yəni ki, bizim məqsədimiz insanları barışdırmaqdır. İnsanlar arasında münasibətlər, dostluq, qardaşlıq münasibətlərin yaradılması, ailədə, dövlətdə, ümumən götürür dünyada bizim borcumuzdur. Bütün dinlərin dini liderləri buna çağırış etməlidir. Bu onun Allahın, yəni yaratdığın bizə buyurduğu və əmr etdiyi bir hökmüdür. Hər hansı bir din xadimi paltarını geyərək, dini libası geyəndən sonra həm də nifrət çağırışlarına dəvət etmək, nifrət çağırışları eləmək, insanları revanşizmə çağırmaq, müharibəyə çağırmaq, ölümə çağırmaq, o dindən sui-istifadə etmək və dinin özünü pis vəziyyətdə qoymaq demək. Bu günləri erməni kilsəsi böhran vəziyyətindədir və onun baxanda görəndə nəyə görə? O rəhbərlərin üzündən, ona görə ki, o cavanları ölümə sürükləyən və o cavanları ölümə sürükləmək bu böyük qəbahətdir, böyük bir günahdır.
Və biz əgər sülhə çağırırıqsa, bugün də mən sülhə çağırıram. Mən heç vaxt ölümə çağırmamışam. Və bugün də erməni xalqına deyirəm, gəlin sülhlə yaşayaq. Gəlin bir-birinə hər haqqını bərpa edək. Bu Azərbaycan torpağıdırsa, bütün dünya bunu tanıyır. Bu Azərbaycan torpağıdır. Bütün məbədlər Allahındır. Və bu burada ibadət üçündür və ibadət eləməyə hər bir şərait yaratmaq olar. Bunları siyasətə çevrilməsin. Amma çox heyflənirəm ki, mən illərlə, dəfələrlə görüşdürdüm bu Erməni Katolikos kilsəsi, Erməni kilsəsi bunun əvəzində xalqı müharibəyə çağırır. Müharibəyə çağırması bu bizi çox, yəni dünyanı çox pis vəziyyətdə qoyur. Və bunun nəticəsində milyondan yuxarı insanların Yerevanda, məsələn, indiki Ermənistanda yaşadığı yerlərindən Azərbaycanlıların deportasiya olması və onların orada yaşayan dövrdə onların qəbristanlıqları, onların ziyarətgahları və məscidləri viran qoyulması və məhv edilməsi bu gözdən görünən şeydir və bu bilinir və hörmət olunmalıdır. Və mən dünən çıxışımda da deyəndə ki, parlament üzvləri qarşısında Yerevanda Təpəbaşı məhəlləsində, məscidlərdə spirtli içkilərin içilməsi bu İslamofobiyana gətirib çıxardır. Və ona görə də bu günləri erməni kilsəsi tam şəkildə deyə bilərəm ki, dininə qulluq eləmir. Din buna çağırmır. Ona görə yaxşı olardı ki, o bizi günahlandıranda, yalandan, iftiralar atanda Azərbaycana, Azərbaycan xalqı, Azərbaycan dövlətinin hətta rəhbərinə iftiralar atılır. Bu iftiraları yalan və bu iftiralar dinə uyğun deyil və dindən öz saqqalından, dinindən istifadə edərək bugün siyasi macraya daxil olublar və bunun nəticəsində o axından da bugün çıxa bilmir. Və ona görə də bu günləri dünya ictimaiyyətində onlara qarşı müəyyən qədər onların yalanları üzə çıxır. Və bizim borcumuz bugün xüsusən Avropa dövlətlərində belə yerlərdə tez-tez belə konferansların keçirilməsi, görüşlərin keçirilməsi. Biz məsələn Avropa parlamentində mənim televiziyada çıxışım oldu. Bir 78 dövlət o çıxışa qulaq asacaq dedilər və birbaşa translasiya oldu və deyildi və mənim orada çıxışım, görüşlərim və bu bir daha Azərbaycan, Azərbaycançılıq, Azərbaycanın tolerant həyat və Azərbaycanda bizim münasibətimiz, dünyaya, Hristiyan dünyasına, bütün dünyaya olan münasibətimiz, dinlə olan münasibətimizi bir daha ayəni şəkildə göstərdi. Bu çox vacib məsələdir və bu biz bunu davam etməliyik və belə konferansların keçirilməsi vacibdir. Amma onu da deyim ki, bu günləri Belçika dövlətinin bu cür qərar qəbul etməsi bu heç də adi məsələ deyil, bu mərkəzdə. Bu demək, ümumi bir fikrin olmasıdır ki, müsəlmanlığa və yəni ki, İslama münasibətdə bir dəyişiklik var. Şeyx Həzrətləri təşəkkür edirik belə maraqlı müsahibəyə və əlbəttə ki, Şeyx Həzrətləri təşəkkür edirik maraqlı müsahibəyə və şübhəsiz ki, son dərəcə dəqiq olan Şeyx Həzrətləri təşəkkür edirik bizi ayırdığınız vaxta və şərhlərinizə görə minnətdarıq. Həmsöhbətimiz Bütün Qafqazın Şeyxi Hacı Alaşkür Paşazadə idi. 2025-ci il İslam Dünyası Belçika Krallığında və Avropada adı altında keçirilən dinlərarası beynəlxalq konferansın nəticələrini və gözləntiləri şərh etdik. Salamat qalın.